Trump İranın qarşısında artıq 5-ci dəfədir ki, geri addım atdı. Putini heyrətə gətirən İran İslam Respublikasının 3 qüdrəti nədir? Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. Xoş gördük sizləri. Əvvələn keçmişdə olsa, dünənki gün münasibəti ilə kişilərin nümunəsi və qadınlığın nümunəsi Əli əleyhissalam və Həzrəti Fatimə Zəhra salamullah əleyhanın mübarək ezdivac və evlilik günü münasibəti ilə bütün əzizləri başda İmam Zaman əleyhissalam olmaqla təbrik edirik. Amma sözünü verdiyimiz və bir reallaşmaqda olan sürprizlər və 51% döyüşün silahlar meydanına qayıdacağı ehtimalımız və hər saat getdikcə 80-90%-ə yaxınlaşan bu ehtimallar döyüş meydanından əlavə diplomatik və iqtisadi arenada məxsusən özünü çox göstərməyə başlayıb. Belə ki, sınmış prestiji və böyük fiyaskoya uğrayan şöhrəti Trump administrasiyası timsalında Amerika daha böyük fiyaskoya Çin səfərində uğradığını bilirsiniz. 2 proqram bu barədə danışdıq. Əli boş qayıtdı ki, heç sözün həqiqi mənasında rüsvay oldu. Təbii olaraq dəfələrlə misalını vurduğum kimi istəyirəm bir daha misal vuram sizin xidmətinizə ki, bir empati eləyək, özümüzü onların yerinə qoyaq ki, Allah eləməsin biz onlar kimi olaq, amma empati eləyib hadisələrin təhlilini daha yaxşı dərk eləməyin yeri var. Misal vururdıq, bir təkəbbürlü adam, bir hegemon adam, diktator adam illərdir bir ərazidə özünü Firon kimi 5 qat gücü varsa ona 50 qat göstərən adam və bu psixoloji və ruhi oyunlarla digərlərini də özünə təsxir edən, ram edən şəxs bir möhkəm şapalaq yeyəndə o şəxslərin içərisində, o arenada, o auditoriyada təbii olaraq özünü sındırmamaq üçün hər yola əl atır. O yollardan biri də şoudur. Yəni, söz şousu, təhdid şousu. Trump qırmızı donuzu və onun timsalındakı Amerika, sürətlə çöküşə gedən Amerika administrasiyası da Amerikanın evangelizm tərəfindən idarə olunan sistemi də bugün həmin halı yaşayır. Və hər dəfə daha böyük fiyaskoya uğruyur. Ona görə də biz deyirik ki, artıq bu döyüşün 3-cü ayının bitməsinə 10 gün qalıb. Bugün 80-cı gündür ki, bizlər yenə də küçələrdəyik, İran xalqı xiyabanları tərk etmir. 3 ay bazar durğunluğu, 10 gün qalıb və ona görə biz qeyd edirik ki, hər hansı qəfil addımı atmaq və böyük şou çıxarıb qaçmaq məsələsi Amerika sistemi və Trump'ın qarşısındadır. Buna görə biz 51% döyüş ehtimalı verirdik ki, yavaş-yavaş 70, 80, 90'lara gedir bu ehtimal. Amma bir tərəfdən də bir daha onların yerini özümüzü qoyaq ki, bizdən İraq, sizlərdən İraq, bizlərdən İraq, empati eləyək. 40 gündə ağzı əməlli başlı yanmış tərəf bunu da hesablayır ki, İranın saysız hesapsız rıçaqları var və biz özümüzü öldürdük, göyə çıxdıq, yerə girdik
İranın bu rıçaqlarını və kartlarını açıb bizə göstərməsinə nail ola bilmədik. Hər dəfə yoxladıq, test elədik, ağzımızın üstündən vurdular. Amma eyni zamanda kartlarını bizə göstərmədən vurdular. Və İran müəmması daha da böyüyür. Və Amerika, CENTCOM-dan tutun, bütün Amerikanın ekspertləri, məxsusən onların öz içərisində özləri üçün ağıl sahibi olan ekspertləri bunu deyir ki, Amerika ən güclü hava qüdrəti, yavaş-yavaş onu da leşləri kimi boyunlarına alırlar. 39 idi, indi 42 həssas hava qüdrəti aparatları, F-35-dən tutun F-18, F-16, C-130, E-10, yəni E-10 və helikopterlər və s. 42-si nabud olub. Hələ 39-dan 42 indiyə boyunlarını alırlar. Bütün bunları hesablayırlar. Və bütün güclərini qoyduqları 40 gündə bunlar bu vəziyyətə düşüblər. Bunu da hesablayırlar. Bunun kənarında bayaq dediyim misalda olduğu kimi özünü saxta hegemon kimi dünyaya, məxsusən 2-ci Dünya müharibəsindən bu tərəfə tək qütb olaraq sırayan Amerika ağzının üzərindən elə bir zərbə alıb ki və getdikcə hər periyodda və mərhələdə sına gedir ki, axırıncı ən böyük sınması Çin məsələsində oldu. Buna da İran səbəb olub. Təhlil etdik bu məsələni 2 proqram. Bu özünü çıxarmalıdır bu situasiyadan. Ona görə Trump yenə də başladı ki, biz İrana vaxt veririk, İran qalmayacaq, belə olacaq, elə olacaq. Birdən-birə gecə qayıtdı, dedi ki, yox, mən ləğv elədim, qısa müddətə ləğv elədim, ola bilər daimi ləğv eləyərəm. İrana böyük hücum edəcəkdi. Yenə də deyirəm, bu artıq Trumpa çox da məlumat verməsələr bu barədə ki, biraz cəsarəti qalsın. Amma Trump da hiss eləyir yavaş-yavaş. Və arxa pərdə və ya pərdə arxası Amerikada bunu daha gözəl bilir ki, 40 günlük bütün gücümüz idi. İndi İsrail, qondarma İsrail, işğal olmuş Fələstin ərazisinə götürüb əlində qalan yanacaq daşıyan təyyarələri, nə bilim, tankerləri, o təyyarə tankerləri və s. qırıcı silahları yığmaq, donanmalarını yığmaq, bu bilirsiniz nə oxşayır? Cırıq zəmbilə qəşəng meyvələr yığmaq oxşayır. Altı deşilmiş zəmbilə deşik olmuşsan. O meyvənin neçəsi qalacaq? Və ya ümumiyyətlə meyvə qalacaqmı? Bunu da hesablamaq lazımdır. Və keçən proqramda toxunduğumuz o deyirdik sürprizlər və keçən proqram bəzilərinə toxunduq ki, sürprizlər baş verməkdədir. Siyonist rejimin daxilində atom stansiyaları, atom silahlarını hazırlayan stansiyaların və zavodların yanında bir böyük partlayış ki, Arrow 2, Arrow 3 hava hücumundan müdafiə sistemləri raketlərini və onların motorlarını hazırlayan şirkətdə partlayış, ətrafdakı bütün bir çox geniş ərazidə, geniş miqyaslı binaların partlaması, Telenov bazasının yaxınlığında olması, bütün bunlar və siyonist rejimin şiddətlə bunu gizli saxlaması və onun səhərsi günü daha bir böyük silah zavodunda partlayışın olması və bunun hardan gəldiyini partlayışa qədər bunların bilməməsi, bütün bu sirlərin üzərindən Trump çıxır, özünü xilas etmək üçün bir fiyaskodan çıxartmaq üçün yenə şou çıxardır, amma yenidən deyir, ləğv etdim, geri addım atır. Bu addımların səbəbləri nədir? Buna toxunaq. Yəni bu son Trump'ın geri addım atmasının səbəblərinə diqqət eləyək və bu səbəblərin içərisində elə əvvəldə qeyd etdiyim Putinin 3 şeyə təəccüblənməsi də yeri var ki, toxunaq. Baxın, Trump ki, son 2 gündə biraz təhdid dilinə keçmişdi. Yəmən birdən dünən Husilərin inqilab lideri Bədruddin Əl-Husi, Allah onu qorusun, çıxdı, qəşəng bir dənə bəyanat verdi ki,
birdən yadınızdan çıxaraq, təkcə Hormuz boğazı deyil, strateji boğaz bağlanıb. Digər boğazlar da bağlana bilər. Əcəb. Birinci ağla nə gəlir? Aha, dəfələrlə təhlil verdiyimiz Babul-Məndəb boğazı. Ən azı Hormuz boğazı bu qədər strateji əhəmiyyətə malikdir. Bu boğazların hər ikisinin təkcə strateji əhəmiyyəti danışanda deyirlər, neft, qaz falan yox. Biz dəfələrlə toxunmuşuq. Bunların digər əhəmiyyətləri də var. Strateji baxımdan. Ki, bəlkə də ən az yanacaq və ticari mallar qədər, nadir məhsulların keçidi qədər, texnoloji məhsulların keçidi qədər ən az əhəmiyyətə malikdir. O da hər ikisində dünyanın internet mərkəzi, kabelləri, dünya internetinin, məxsusən Google'dur, ondan sonra Amazon'dur və bir sıra hərbi, iqtisadi və banklar arası şəbəkələri idarə edən mərkəzi kabellər Babul-Məndəb, yəni Yəmən sahillərində və Hormuz boğazında keçir. Və İran Hormuz boğazı ki, necə ki Hormuz boğazını bağlamaqla Amerikanın və dünyanın xirtdəyini əlinə keçirdi. Bu xirtdəyi biraz da daha möhkəm sıxır. Əvvəl deyirdi ki, bəli də hərbi gəmilər keçə bilməz. Ticarət gəmiləri bizim qanunlarla keçməlidir. Dünən də xəbərini Telegram kanalımızda yerləşdirdik. Artıq yeni su yolu qanunu və saytını İran rəsmi olaraq elan elədi, açdı ki, buradan keçən bu saytla əlaqə saxlamalıdır filan. Bundan əlavə bu xirtdəyi daha da çox sıxdı İran son 2 gündə. İran dedi ki, kabelləri də necə ki təhlükəsizliyini, ticari malların təhlükəsizliyinə görə bizə pul verməlisiniz, rüsum edir. Kabellər var ha, aşağıdan keçir. Onların da təhlükəsizliyini bizim haqqımızdır, bizim sularımızdadır filan. Onlara da qanun qoyacaq. Biraz xirtdəklərini sıxdı. Trump gördü, yox, vəziyyət yaxşı deyil. Bədrəddin Əl-Husi axşam dünən saat 8-də Tehran saatı ilə çıxış elədi, yada saldı ki, bu şeylərdən ən azı Hormuz qədər Babul-Məndəb də var. Əlbəttə dedi, digər su yolları. Bu özü maraqlıdır. Bu birinci ağla Babul-Məndəbi gətirir. Amma digər su yolları Allah bilir. Panama boğazı yadınıza salın. Tayvan tərəf, Çinlə Tayvanın arası, Malakka boğazı, Tayvanla üzü bir tərəfə. Amma ən birinci ağla gələn Babul-Məndəbdir. Biraz da xirtdəyini sıxdılar Trump'ın və Amerikanın və onların himayədarlarının. Trump gördü ki, yox, vəziyyət yaxşı deyil. Yadına düşdü sanki. Birdən qəfildən yuxudan oyandı. Digər tərəfdən İraq müqaviməti sözdə atəşkəs dönəmində İraq müqaviməti biraz dayanmışdı. Yəni, belə deyək də, NATO çıxmışdı, amma Amerikan bəzi bazaları qalır. Səs gəlmirdi. Birdən-birə Həşd Şubi bəyanat verir ki, Amerika tərəfdən müqavimət cəbhəsinə qarşı bir daş atılsa, geniş miqyaslı, yəni NATO-nu çıxardmışıq təqribən. Amerikada müəyyən qədər hərəkətlənmələr edib İraqda, amma Amerikada tamam geniş miqyaslı zərbələr altına gedəcək ki, təbiidir, bu olmalıdır inşallah. Həşd Şubi bir tərəfdən, Yəmən bir tərəfdən İran silahlı qüvvələri, İranın döyüşü idarə edən mərkəzi qərargahı, Xatəmül Ənbiya qərargahının komandanı Əbdullahi yenə də bu gün bir böyük ultimatum verir. Böyük ultimatum verir. Cavabımız sürətli, qəti və geniş miqyaslı olacaq. Geniş miqyaslı olacaq. Bu cavaba bir də toxunacam indi bəhsin davamında ki, İran niyə görə geniş miqyaslı söhbətin üstündə çox manovr eləyir və niyə müqavimətin qolları məxsusən Yəmən tərəf yada salır, nələrsə xatırladır. Digər tərəfdən yeni rəhbərimiz, Allah onu hifz eləsin, İmam Seyyid Müştəbə Xamneyi Həzrətlərinin
bu yaxınlarda verdiyi bəyanatın ilk bəyanatlarından idi. Bir hissəsini yenidən onun saytı rəsmi olaraq bir hissəsini yayımlayır dünən axşam. O da nədir? Bunlar hamısı Trump'ın təhdidlərinə cavab olaraq yayımlanır. Nəyi xatırladır? Bu bəyanatda ali məqamlı rəhbərimiz yeni cəbhələr məsələsi. Yeni cəbhələr o bəyanatda demişdi, onun həmin hissəsini kəsib yenidən həmin rəhbərin rəsmi saytı paylayır ki, yeni və Amerikanın və düşmən cəbhəsinin demək olar ki, təcrübəsi olmayan cəbhələrin üstündə fikirləşiləcək və açılacaq məsələsi. Hansı cəbhələrdir? Gedin keçmiş proqramlarımıza, son proqramlara baxın. Bir neçə dəfə təkrar etmişik bu məsələləri və üstündən toxunub işarələr keçdirmişik. Bəziləri bağlı qutu filan məsələləri ilə toxunmuşuq bir neçə cəbhəyə. Bu yeni cəbhələr ola bilər, o ehtimallardan biri də olsun. Bölgə ölkələri və onların qərbə satılmış liderləri də ehtiyatlarını saxlamalıdırlar, sözün həqiqi mənasında. Deməli, İran Hörmüz boğazının kartlarını tam açmadan, əksər kartlarını saxlayaraq, Hörmüz rıçaqını 2 qat sıxır onların xirtdəyini, Yəmən bu tərəfdən sıxır, İraq bu tərəfdən, Hezbollah ki, məlumdur da, İsrailin başına hansı oyunlar gətirir, hər gün ağır tələfatların alındığını bizim kanalımızda da yerləşdiririk, görürsünüz Telegram kanalımızda. Və hətta Türkiyənin bəzi neytral medialar var bir neçə, onlarda da təqdim edirlər, görürsünüz. Və hətta İran ciddiliyini bəzi xəbərlərdə mən gördüm, harda göstərdi Amerikaya. Amerika Çində Trump'ın səfərində orada Xi Jinping onu rüsva etdikcə Amerika Hörmüz boğazı məsələsində biraz Çinə ümidi var idi. Bir aldatmaca ilə mi, öz aləmində bir qumarla mı, bizneslə mi? Amma bəzi xəbərlər maraqlı faktı göstərir ki, Çinin təhlükəsizlik eskort edən gəmiləri, hərbi gəmiləri Hörmüzdən keçmək istəyəndə Sepah onları da saxlayır. Həmin Trump'ın Xi Jinpinglə görüşündə. Ona görə Xi Jinping ritorika ilə həqiqətən Trump'ı neçə yerdə sındırdı. Biri də bu məsələ ilə bağlı idi. Trump deyir ki, bəs neft filan məsələləri, Hörmüz sıxılıb. Çin də deyir ki, bəli, biz də istəyirik, açılsın, biz də istəyirik, biz də narahatıq bu vəziyyətdən. Fikir ver, siyasi və ritorik dillə. Talıcı da nə deyir? Trump'a deyir ki, belə neftin varsa sən sat, biz alaq səndən. Bu böyük təhqirdir özünü hegemon bilən Amerika üçün. Hansı ərəfədə, o ərəfədəki Trump orada şikayət eləyir Xi Jinping'ə ki, İran imkan vermir, İran qoymur, Hörmüzü açmaq lazımdır və həmin ərəfədə də bəzi xəbərlərə görə Hörmüz boğazında İran hətta Çinin gəmilərini saxlayır. Çünki biz demişdik axı hərbi gəmilərə və təhlükəsizlik işləri ilə bağlı gəmilərə icazə verməyəcəyik. Sepah onları da saxlayır. Orada da Xi Jinping Trump'ın bu şikayətinə cavab verir ki, valla neftin varsa ver. Və dünya neft ehtiyatlarının xərclənməsi prosesi sürətlənir. Ona görə biz deyirik 3 ay qutardı. Dünya bazarındakı durğunluq və şoku bitirmək olmayacaq. Və hələ bu şokun üzərindən bu qədər təhdidlərinə Trump'ın bu cavablar verilir. Sadaladığımız cavablar və istəyir rəftarlarla, istəyir sözlərlə. Əgər Trump administrasiyası bir dəlilik etsə, İran nə deyir? İran deyir ki, neçə vaxt? Fərqi yoxdur bizə hardan güllə atacaqsan. Nə boyda, balaca miqyaslı edib qaçmaq istəyəcəksən ki, güya. Yox. Əvvəla miqyas baxımından
zaman miqyası və məkan miqyası, coğrafi miqyası biz təyin edəcəyik. Sən güya öz aləmində 7-8 yerdə, məxsusən ərəb ölkələrində yerlə yeksan etdiyimiz bazaları işlətməyəcəksən və donanmalardan istifadə edəcəksən dənizdən ki, biz ərəb ölkələrindəki sənin mənafeləri vura bilməyək, çox böyük yanılğı içindəsən, çox böyük səhvə yol verirsən və böyük qələt edirsən. Coğrafi baxımdan İran neçə vaxtı bax bunu deyir. Bayaq dedim, İranın zirəngliyi ki, deyəcəm, bax budur. Coğrafi baxımdan ərəb ölkələrində, məxsusən bəzi ekspertlərin bildirdiyinə görə Qətərdəki qaz istehsalı məsələsi və Ərəbistanda yənbə neft xətti ilə emal olunan neftlərin bir neft lüləsi ilə getməsi, neft boruları ilə keçməsi ki, güya Hörmüz boğazının ən az 1/3-ni tələf eləmək üçün filan. Xeyr, məxsusən Ərəbistanda və Qətərdə. Birləşmiş Ərəb Əmirlikləri ki, tarixin zibilliyinə atılmalıdır. İran bunu xəbərdarlıq edir ki, fərqi yoxdur bizə zaman baxımından qısa 2 günlük, 3 günlük, 1 həftəlik nəsə edib, şov göstərib, sonra atəşkəs deyib qaçmaq istəyəcəksən. Xeyr, zaman baxımından biz təyin edəcəyik və biz bunu son proqramlarda təhlil edəndə qeyd etdik ki, 1 ila 4 həftə arası, yəni 2 həftə, daha doğrusu 2, 3 və 4 həftə arası belə deyək. Çox uzun çəkəcəyini də gözləmək olmaz, amma Amerika daha qısa istəyir. Bu zaman baxımından, bir də məkan baxımından xeyr. Budur, Trump gəlir axşam deyir ki, fikir verin, bu təhdidlərdən sonra Trump geri çəkilir. Bir səbəb budur. Bax, sadaladığımız bu təhdidlər. İkinci səbəb, həmişə olduğu kimi, bir daşla neçə quş vursun. Şov göstərsin, güya zehinlərdə bunu yaratsın ki, yenə də. Axı, o travma, psixoloqlar bilər də bunu. Zehində o yaddaş yeri var, hafizə yeri və bu ön tərəf ki var, fəlsəfi məsələlərdə də var bu. 3 hissəyə bölürlər fiziki və fəlsəfi məsələlərdə, amma 4 hissəyə də bölmək olar. Ön tərəfdə hissi müştərək deyirlər, o yığılır, insanın hisslərindən yaranan təsəvvürlər. Oxşar hadisəni bir-birinə birləşdirmək. İndi Trump 1-2 dəfə deyib birdən, məsələn, müzakirənin ortasında hücum edib, deyir ki, qoy bunu deyim, qorxumdan edirəm, hünərim çatmır, vəziyyət xarabdır. İranda çox ağır xəbərdarlıqlar verir və dediyini edir və müəmma bitməyib İran barəsində və getdikcə çoxalıb. Nə eləmək lazımdır? Qorxumdan geri çəkilim. 2, belə göstərim ki, güya mən hesablanası insan deyiləm, bir neçə dəfə bunu etmişəm deyə zehinlərə yenə gələcək ki, Trump ola bilsin Allahdır. Və 3, nə deyir? Deyir ki, ərəb ölkələrindən məndən xahiş elədilər ki, bəs hücum eləməyim. Sən qırmızı donuz, zərrə fürsət biləsən ki, zərbə vura bilərsən, ərəb ölkəsinədir. Sən ərəb ölkəsinə çox üzr istəyirəm, filan yerimdən öpdü deyirsən, həmin ərəblərdə, həmin ərəblərin sözünə qulaq asırsan, gəlib üzlərinə deyirdin ki, bunlar sağmal inəydi mənim üçün. Mən olmasam bunlar 10 dəqiqə nəfəs alır. Onların sözünə qulaq asırsa, xeyr. Yəni bir daşla neçə quş vurmaq istəyir. Amma Trump qırmızı donuzuna demək lazımdır ki, səni qorxudan digər faktorlar var ki, o faktorlar bəzilərini sadaladıq, bəziləri də çıxışın əvvəlində söz verdiyim məsələ. Putini də təəccübə və heyrətə gətirən faktorlar ki, İranın yüksək rütbəli məqamları ilə, ali məqamları ilə görüşəndə ki, məxsusən Əraq səfərində bu döyüşdə, Putin demişdi ki, sizdə 3 şey var ki, məni təəccübə gətirir. 3 şey məni təəccübə gətirdi. Birincisi, Amerika
Siyonist rejim və bütün bu cəbhələr hər sektorda, məxsusən hərbi və kəşfiyyat sektorunda, sayberi, kiber sektorunda sizə bu qədər hücum, bu ən geniş miqyaslı hücumunu etdi. Amerikada böyük qüdrətlərdən biridir. Amma siz nəinki sarsılmadınız, tez və geniş miqyaslı cavab verib peşman etdiniz. 2. Bunu İran məqamları ilə görüşdə, Ərak-Sinqan gedən məqamlarla görüşdə deyir Putin. 2. Ali məqamlı rəhbər vuruldu, ilk gündə şəhid edildi. Bu qədər generallar vuruldu və məxsusən rəhbər vurulandan sonra biz gözləyirdik ki, dövlət tamamilə süqut edəcək. İstefalar başlayacaq və s. Amma sizdə nəinki dövlət süqut etmədi. Dövlət indiyə qədər mükəmməl şəkildə iqtisadi, tibbi, döyüş, diplomatik bütün məsələləri idarə edir. Üçüncüsü və bu ikisinin arxa faktoru imam ümmət məsələsi deyir ki, Putin deyir, sizin xalqınızın iradəsi. Artıq bugün 80-cı gündə inşallah yenə də küçələrdəyik. Xiyabanlarda. Putin deyir, üçüncüsü buydu. Xalq bu boyda iradə göstərdi. Sözün həqiqi mənasında yenə də deyirəm, baxın, hər gün getdikcə kəmiyyət, keyfiyyət, həcm baxımından əlhamdülillah xalqın xiyabanlarda olması faktoru çox önəmli faktordur. Mümkündür ilk 2 faktor hansısa dövlət bəlkə ola, hansısa bir güclü dövlətdə ola, məsələn, bir güclü silahlı hücuma, güclü silahlı hücumla cavab vermək, sürətli əks hücum etmək, məsələn. İkincisi, dövlət parçalanmasın ki, bu da çox çətindir, məxsusən hamının söykəndiyi bir şəxs şəhid olandan sonra. Amma deyək ki, bu ikisi oldu. Xalq məsələsi. Xiyabanlarda xalq indiyə qədər, bəli, deyilir ki, xiyabanlarda xalqın çıxmasının səbəbi əsasən içəridə onların adamları ki var idi, onların tör-töküntülərindən qalmışdılar. Onlar çıxıb xiyabanlarda terror etməsin, fitnə etməsin filan. Bəli, bu düzdür. Amma bu 40 günlük döyüşün əvvəllərində daha çox keçərli idi. Amma mənim şəxsi nəzərim budur. Xalqın xiyabanlarda qalması artıq o fitnə törədəcək o qırın-qırıntıların böyük ölçüdə ortadan gediblər. Xalq xiyabanlara çıxmasa da demək olar ki, kontrol olub. Demək olar ki, böyük ölçüdə. Amma xalqın xiyabanlarda bu gün qalmasının əsas səbəbi xiyabanlar xalq içəridəki Amerikanın qərb meyilli və artıq onların da Hormuz boğazı kimi xütdəyi sıxılıb boğulmaq üzrə olan bir neçə böyük başları var ki, bəziləri islahatçı adıyla fitnə mərkəzləri idilər. Onlara qarşı və o münafiqlərin daha tez üzə çıxarılması üçün xalq hər gecə xiyabanlarda xalqın verdiyi şüar dövlətin əlinə bəhanə salır, inqilabi sistemin əlinə bəhanə salır və digər bir səbəb Pezeşkiyan hökuməti seçiləndə dəfələrlə xatırlatdım sizə. O gün də xatırlatdım ki, biz bir söz demişdik ki, ikinci inqilab dövrü və xalq nizam və inqilabi sistemin arxasında və ona məxsus qüvvələrin, məxsusən Sepahın arxasına yığılacaq demişdik. Xiyabanlardakı bugünkü xalqın toplantısı artıq sektorların və xalqın nizamın və Sepahın arxasına keçməsi ilə digər sektorların da Amerikanın ümid etdiyi məxsusən iqtisadi və diplomatik sektorlarında Sepah və ona bağlı sistemlərin əlinə keçməsinə səbəb olur və biz bugün onu İranda müşahidə edirik. Amma hər halda İran nizam olaraq, silahlı qüvvələr olaraq və xalq olaraq Amerikanın ehtimalı daha da güclənən, çarəsizlikdən güclənən edə biləcəyi bir səhvə elə bir cavab verəcək inşallah. Amerika və
Siyonist rejim əfsanəsi dünyada sona çatacaq. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.